Salam, keçən videoda sizinlə kimyanın ilk anlayışlarının birinci bölməsinin ilk 50 sualının izahına baxmışdıq. Baxmayanlar üçün aşağı yerləşdirəcəm. Bu gün isə həmin 50 sualın davamına baxırıq. Ümumilikdə 110 testi, yəni 60 sualda bu gün baxıb kimyanın ilk anlayışlarının birinci bölməsini bitirəcəyik. Başlayaq 51-ci sualdan. Qarışığı göstərin. Demişdik ki, qarışıq nəyə deyilirdi? 2 və daha artıq saf maddədən ibarət sistemlərə qarışıq deyilirdi. Məsələn, biz yoda baxsaq burada yod 2 şəklində yazılır, brom 2 şəklində yazılır, dəmir ferium şəklində yazılır, xlor da xlor 2 şəklində yazılır. Yəni bunlar hamısı, məsələn, xlor sadəcə xlordan ibarətdir. Bromdan, dəmirdən, yod isə yoddan ibarətdir. Amma hava təbii ki, qarışıqdır. Çünki havanın tərkibində müxtəlif qazlar var və qarışıq halındadır. Ona görə doğru variant olacaq D variantı. Qeyri-metalların cədvəlində keçən videoda yazmışdım. İstəyənlər baxa bilər. Hansı sırada yalnız qeyri-metallar göstərilmişdir? A-da natrium görürük, metaldır. D-də natrium görürük, eyni zamanda kalsium da var, ikisi də metaldır. B variantında kalium var, metaldır. C variantında da kalsium görürük, bu da ikinci qrup metaldır. Amma E variantında karbon, fosfor, karbon 4-cü qrup, fosfor da 5-ci qrup qeyri-metaldır. Ona görə doğru variant olacaq E variantı. Baxaq 53-cü suala. Mürəkkəb maddəni göstərin. Oksigen bilirik ki, O2-dir, fosfor P4-dür və yaxud da, yəni bu ağ fosfordur. Qrafit bilirik ki, karbondur. Yəni karbonun allotropik şəkil dəyişməsidir. Kükürt də S-dir. Çox zaman, yəni S8 kristallik kükürddən söhbət gedir demin testlərində. Yəni bunlar hamısı gördüyümüz kimi bəsit maddələrdir. Amma suyun formulunda yazaq. H2O şəklində yazılır su, yəni mürəkkəb maddə. Çünki tərkibində həm hidrogen var, həm oksigen. Ona görə doğru variant olacaq A variantı. Davam edirik 54-cü sualla. Su ilə müxtəlif cinsli qarışıq əmələ gətirir. Deməli, müxtəlif cinsli qarışıq biz nəyə demişdik? Yəni heterogen qarışıqlara deyirdik. Yəni lor dildə dediyimiz zaman, məsələn, yəni iki maddəni bir-birinə qatışdırdığımız zaman, ona sonradan baxanda tək bir kütlə halında görünmür. Yəni içərisində başqa maddələr də görünür. Bu həm maye plus mayədə baş verə bilər, həm də bərk plus mayədə baş verə bilər. Maye plus mayəyə misal göstərək. Məsələn, yağ plus su. Bərk plus mayədə də, məsələn, qumla suyu misal göstərə bilərik. Yəni, bunlar sadəcə nümunədir. Təbii ki, bu cür nümunələr çoxdur. Etil spirti ilə su bilirik ki, etil spirti suyun içərisinə, yəni təsəvvür edin, etil spirtini suyun içərisinə qarışdırırsınız. Yəni, su kimi görünür. Təbii ki, su deyil, tərkibində spirt də var, amma su kimi görünür. Yəni, eyni cinslidir. B-ni çıxırıq. Sirkə turşusu da eynən maye halındadır və suya qarışdırdığımız zaman bu da eyni cinsli olacaq. Xörək duzu da suyun içərisində həll olur. Bunu da atırıq, şəkər də həll olur, amma kerasin yadınızda qalsın ki, su ilə müxtəlif cinsli qarışıq əmələ gətirir. Doğru variant A variantı. Baxaq 55-ci sualla. Su ilə eyni cinsli qarışıq əmələ gətirir. Qumu hal-hazırda gördüyünüz kimi burada müxtəlif cinsliyə misal göstərdik ki, qumla suyu qarışdırdığımız zaman bu müxtəlif cinsli qarışıq əmələ gətirir, amma şərtdə bizə eyni cinsli qarışıqlar soruşur. Ona görə B-ni atıram. Gil də təbii ki, su ilə müxtəlif cinsli qarışıq əmələ gətirəcək, C-ni də atıram. Neft də eyni zamanda təbii ki, neft, benzin, yəni bunlar da su ilə müxtəlif cinsli əmələ gətirəcək. Kerasin də bayaq, baxın burada 54-cü sualda da dedik ki, kerasin müxtəlif cinsli qarışıq əmələ gətirəcək, kerasini də atırıq. Amma təbii ki, şəkər suda həll olacaq, ona görə doğru variant olacaq D variantı. Baxaq 56-cı sualla. Hansı qeyri-metal adi şəraitdə maye halındadır? Baxırıq ki, burada yod, brom, fosfor, silisium, xlor, bunların hamısı qeyri-metaldır. Hansı maye halındadır? Təbii ki, brom maye halında olacaq, yadınızda qalsın. Yod isə bərk haldadır, brom isə maye halındadır. Doğru variant olacaq D variantı. Hansı qeyri-metal adi şəraitdə bərk haldadır? 57-ci suala baxırıq. Brom dedik ki, maye halındadır. Azot, xlor. Bunlar qaz halındadır. Ona görə B ilə yeni də atıram. Flor yadınızda qalsın. Qaz halındadır. Ona görə floru da atıram. Amma fosfor bərk halda olduğuna görə doğru variant olacaq A variantı. Baxıram 58-ci suala. Xörək duzu və şəkərin oxşar xassələrini göstərin. Bunu təbii ki, yəni hər ikisini bilirik. Xörək duzu və bir də şəkər, natrium, xlor və şəkər. Rəngi hər ikisi ağ, şəffaf rənglidir. Təbii ki, bu oxşar olacaq. Aqreqat halı hər ikisi bərk haldadır. Bu da oxşar olacaq. Suda həll olması, ikisi də suda həll olur. Ona görə bu da olacaq. Amma dadı bilirik ki, biri duzludur, yəni duzludur. Şəkər isə şirindir. Ona görə dadları eyni deyil. Olacaq 1, 2 və 3. Doğru variant B variantı. Keçək 59-cu suala.
59-cu sualda da yenə bayaqki sualdan da maxörək duz və şəkərin bu dəfə bizdən fərqli xüsusiyyətlərini göstərin deyir. Rəngləri dedik eynidir, dadları fərqlidir, iyləri eynidir, aqreqat halları eynidir. Yəni iyləri eynidir dediyimiz zaman iyləri, yəni hər ikisi iysizdir, ona görə eynidir xüsusiyyətləri. Bizdən amma fərqlini soruşur, yalnız 3, yəni A variantı. Baxaq 60-a. Deyir hidrogenin, kükürdün, oksigen, karbon və bir də fosfor. Deyir hansı elementin allotropik şəkil dəyişməsi yoxdur. Gəlin baxaq. Bunların hamısının allotropik şəkil dəyişməsini yazaq. Birinci başlayaq gəlin oksigendən. Oksigenin allotropik şəkil dəyişmələri hansıları idi? Biri O2 idi, yəni oksigen idi. Digəri isə O3 idi, yəni ozon idi. Deməli, bunun 2 dənə allotropik şəkil dəyişməsi var. B variantı deyil. Baxaq fosfora. Yadınızda qalsın, fosforun 3 allotropik şəkil dəyişməsi var. Biri ağ idi, P4 şəklində yazılırdı. Qara, ya da bu şəkildə yadda saxlayın, ağ, qırmızı, qara. Bunları ümumiyyətlə bu cür sırayla yadda saxlamanızı məsləhət görürəm. Yəni, daha açıqdan daha tündə doğru. Ağ, qırmızı, qara. Fosforun da 3 allotropik şəkil dəyişməsi var. Deməli, bunu da atırıq. Karbona baxırıq. Karbonun 4 allotropik şəkil dəyişməsi var deyirdik. Almaz, qrafit, karbin və bir də füllera. Bunun da 4 allotropik şəkil dəyişməsi var. Deməli, bu da deyil. Kükürddə də demişdik ki, 2 dənə idi. Biri kristallik kükürdü idi. Biri isə plastik kükürdü idi. Və kristallikin formulunu da yazmışdıq. S8 şəklində yazılır. İndi burada tam yerim çatmadı. Aha, S8 şəklində yazılır. Deməli, kükürdündə 2 dənə allotropik şəkil dəyişməsi oldu. Biri kristallik, digəri isə plastik. Bunu da atıram. Hidrogenin isə heç bir allotropik şəkil dəyişməsi yoxdur. Ona görə doğru variant olacaq A variantı. Baxaq 61-ə. Hansı elementin allotropik şəkil dəyişməsi yoxdur? Fosforun yazmışam burada ağ, qırmızı, qara 3 dənə allotropik şəkil dəyişməsi var. Ona görə bunu atıram. Oksigenda ozon və oksigen. Bu da var, bunu da atıram. Karbonda var, atıram. Kükürt, kristallik və plastik var, atıram. Azotun isə allotropik şəkil dəyişməsi yoxdur. Ona görə doğru variant Y variantı. 62-ci suala baxıram. Deyir kondensləşmə zamanı maddənin aqreqat halı necə dəyişir? Kondensləşmə nədir? Bir dənə bunu yadda saxlayaq. Kondensləşmə buxar halında olanın, yəni qaz halında olan bir maddənin maye halına keçməsidir. Buna nə nümunə göstərə bilərik? Məsələn, eynək taxdığımız zaman və soyuq bir havada çölə çıxdığımız zaman və sonradan isti evə girdiyimiz zaman və yaxud isti bir məkinə daxil olduğumuz zaman görürük ki, eynəyin üzərində su damlaları əmələ gəlir. Bu proses adlanacaq kondensləşmə. Çünki qaz mayeye keçir, yəni əvvəl su orada buxar halında idi. Çünki soyuq havadan gəlirik isti havaya. Əvvəl qaz halında idi, sonradan isə maye halına keçir, suya keçir. Deməli, bizə aqreqat halı necə dəyişir deyir? Qazdan mayeye dəyişir. Doğru variant olacaq B variantı. Yalnız 2. Hansı ifadələr qeyri-metalların xarakterik fiziki xassələrinə aiddir? Elektriki keçirmirlər, doğrudur. Yəni qeyri-metallar elektriki keçirmir, amma metallar elektriki keçirir. Ona görə xassələrinə aiddir deyirsə, bir doğrudur. İkincidə istiliyi yaxşı keçirirlər, yanlışdır. Metallar istiliyi yaxşı keçirir, amma qeyri-metallar yox. Ona görə 2-ni atırıq. Təbii ki, kövrəkdilər, doğrudur. Metal parıltısı da adından göründüyü kimi metal, yəni metallarda olar. Ona görə bu da yanlışdır. Doğru variant olacaq 1-3C variantı. Baxaq 64-ə. Şəkildə hansı hadisə baş verir? Aha, buna fikir verək. Şəkildə indi bu dondurmadırsa, hər nədirsə, gördüyümüz kimi bərk halda idi. Yəni əvvəl bunun halı bərk halda idi. Sonradan isə gördüyümüz kimi qaz halına keçib. Bu prosesə biz nə deyirdik? Bərkdən qaza keçməyə deyirdik sublimasiya. Deməli, doğru variant olacaq D variantı. Davam edək 65-ci sualla. Hansı maddələr müsbət 10 dərəcədən 60 dərəcəyədək temperatur intervalında aqreqat hal dəyişmir? Aha, bunu yazmalıyıq. Başlayaq X maddəsindən.
Məsələn, X maddəsinə baxsaq, temperatur, gəlin birinci X üçündə, Y üçündə, Z üçündə bu şəkildə bir interval çəkək. Deməli, başlayaq X-dan. X bizə verilib ki, müsbət 40 dərəcədə, gəlin baxaq, müsbət 40 dərəcədə bu əriyir. Baxın, burada yazılıb ki, müsbət 40 dərəcədə əriyir. Yəni, bura müsbət 40 yazsaq, bu halda nə halında olacaq? Maye halında olacaq. Sonra da isə deyir ki, müsbət 152 dərəcədə isə qaynayır. Yəni, müsbət 152 dərəcədə isə, daha doğrusu bu burada maye olmur. Bir dəqiqə. Müsbət 40 dərəcədə bunun ərimə temperaturudur. Baxın, T ərimə. Yəni, ərimə temperaturu müsbət 40-dır. Yəni, müsbət 40-dan sonra əriyir. Bu nə deməkdir? Yəni, müsbət 40-dan sonra əriyirsə, deməli, müsbət 40-dan sonra bu hissədə maye halında olub. Sonra isə müsbət 152 dərəcəni bizə verib qaynama temperaturu. Demək ki, bu müsbət 152 dərəcədə qaynayır. Qaynayır və nə halına keçir? Buxar halına, qaz halına keçir. Deməli, bundan əvvəl də, yəni müsbət 40 dərəcəsinin əvvəldə bu bərk halda olub. Deməli, müsbət 40 dərəcədə əridi, keçdi mayeyə, sonra müsbət 152 dərəcədə qaynadı, keçdi qaz halına. Bu belə, keçirəm Y-ə. Y-də də deyir, müsbət 5-də əriyir, yəni bu hissə olur maye. Müsbət 230-da da qaynayır. Bu hissəni də götürürük qaz halında. Burada təbii ki, bərk haldadır. Mənfi 10-da Z əriyir. Müsbət 80. Burada bərk halında. Və biz indi sualımıza diqqətlə bir daha oxuyuruq. Hansı maddələrin müsbət 10 dərəcə Selsidən müsbət 60 dərəcə Selsiyada temperatur intervalında aqreqat halı dəyişmir? Yəni, bizə deyir ki, müsbət 10 və müsbət 60 aralığında bu eyni aqreqat halında olsun. Məsələn, müsbət 10 və müsbət 60 dərəcə aralığında qaz olsun və ya bərk olsun və ya maye olsun. Yəni, mayədən bərkə, bərkdən qaza bu cür dəyişikliklər baş verməsin. İndi baxaq ona. Məsələn, başlayaq X-dan. Bir-bir yoxlayacaq ki, hansılar düzdür. Baxırıq ki, deməli, bizə burada müsbət 10 verib və bir də müsbət 60 verib. Baxıram ki, müsbət 10-da X nəyə düşür? Çəkirəm, təbii ki, müsbət 40-dan əvvələ düşəcək, müsbət 10. Müsbət 10-da nə haldadır bu? Bərk haldadır. İndi baxaq müsbət 60-a. Müsbət 60-da hara düşür? Müsbət 60 dərəcədə gördüyünüz kimi mayeyə düşür, yəni 40-dan sonra. Deməli, müsbət 10 və müsbət 60 dərəcə aralığında bu fərqli hallarda oldu. Fərqli aqreqat hallarında oldu. Birinci bərk oldu, ikinci maye oldu. Deməli, X bizdə doğru deyil. X yanlışdır. Keçirəm Y-ə. Y-də bizə verib müsbət 10, müsbət 60 yenə də. Müsbət 10-a baxıram. Müsbət 5-dən sonra yazmalıyam. Müsbət 10. Nə halındadır? Maye. Bəs müsbət 60 hara düşür? Təbii ki, müsbət 60 müsbət 10-dan böyükdür. Müsbət 230-dan kiçikdir. Yəni, bu da bura düşür. Müsbət 60-da deməli, nə oldu? Maye oldu. Müsbət 10-da da maye idi, müsbət 60-da da maye oldu. Deməli, hər ikisinin aqreqat halı eyni idi. Bizdə də sualda nə soruşurdu? Aqreqat halı dəyişməsin. Bəli, Y-də dəyişmədi. Y doğru oldu. Keçək Z-də. Mənfi 10-dan baxaq, müsbət 10 və müsbət 60 verib. Təbii ki, müsbət 60, müsbət 80-dən aşağıda olacaq. Yəni, maye tərəfi olacaq, bu hissədə olacaq. Müsbət 60-da maye halında olacaq. Eyni zamanda müsbət 10-da mənfi 10-dan böyük olacaq. Müsbət 80-dən də kiçik olacaq. Müsbət 10-da bura düşəcək. Yəni, bunda da hər ikisi maye halında olacaq. Z-də doğrudur. Bizə deyir, aqreqat halı dəyişməsin. Y-lə Z doğru cavab C variantı. Baxaq 66-cı suala. 66 da bu sualın eynisidir. Yenə də X-a bir dəqiqə. Rəngini dəyişək. X-a, Y-ə və Z-ə uyğun. Burada da oxları çəkirəm. Deməli, bizə verilən dərəcələri qeyd edirəm. Birinci bizə verilib X maddəsində, baxın bu hissədə T əriməni verib, ərimə temperaturun və müsbət 120-də də bizə deyir ki, qaynayır X. Yəni, müsbət 40-da bu əriyir. Əriyib nəyə çevrilir? Mayeyə çevrilir. Və müsbət 120-də də qaynayır. Müsbət 120-də qaynayıb qaz halına çevrilir. Təbii ki, burada dedik ki, nə halındaymış? Bərk halındaymış. İkinciyə baxıram, müsbət 15 dərəcə verib Y-də və bir də müsbət 200 verib.
Deməli, qaynama temperaturu müsbət 200-dürsə, qaz halına keçir. Bu hissə mayedir. Burada bərk halındadır. Eyni zamanda Z-də də -10 dərəcədə əriyir və müsbət 80 dərəcədə qaynayır. Deməli, bura olacaq maye, burada olacaq qaz. Burada təbii ki, bərk halda olacaq. İndi bizə verilən temperaturlara diqqət edirik. Müsbət 20 dərəcədən müsbət 70 dərəcəyədək temperatur intervalında aqreqat halı dəyişməsin soruşur. Baxın, burada dəyişmir sözünə mütləq diqqət edirik. Müsbət 20-dən müsbət 70-ədək temperatur intervalında aqreqat halı dəyişməsin. Baxaq. Bir-bir yenə yoxlayırıq. Müsbət 20 verib birinci qeyd edirəm. Müsbət 20-də X nə haldaydı? Bərk halda idi. Bəs müsbət 70-də, müsbət 70 təbii ki, müsbət 40-dan böyük idi, amma müsbət 120-dən kiçik. Yəni, bu aralığa düşür hardasa. Bu da olacaq müsbət 70. Müsbət 70-də nə halında oldu bu? Maye halında oldu. Deməli, bərkdən maye keçid var. X yanlışdır. Çünki bizə deyir ki, aqreqat halı dəyişməsi. Baxaq Y-ə. Y-də də yenə müsbət 20 ilə müsbət 70 verib. Müsbət 20 bura düşür. Yəni nə haldadır? Maye haldadır. Müsbət 15-dən böyükdür. Müsbət 70 də eyni zamanda bura düşür. Çünki müsbət 15 ilə müsbət 200-ün arasındadır. Müsbət 70 və müsbət 20. Hər ikisi nə halında oldu? Maye halında oldu. Yəni hər ikisinin aqreqat halı eyni oldu. Dəyişmədi. Ona görə Y doğrudur. Keçirəm Z-ə son olaraq. -10, müsbət 80 qeyd eləmişik. Müsbət 20 və müsbət 70 verib. Baxıram ki, müsbət 20 hara düşür? Müsbət 20 bura düşür. -10-dan böyük olsun və müsbət 80-dən də kiçik olsun. Maye halındadır. Bəs müsbət 70. Müsbət 70-də təbii ki, müsbət 80-dən daha azdır. Ona görə bura düşəcək. Təbii ki, bu halda da maye halında olacaq. Deməli, aqreqat halı dəyişməyəcək. Bu da doğrudur. Deməli, doğru variant olacaq YZ, C variantı. Qeyd edeyim ki, bəzi suallarda sizdən aqreqat halı dəyişir də soruşa bilər. Məsələn, 66-da əgər aqreqat halı dəyişir deyirsə, təbii ki, bərkdən, görürsünüz, burada bərkdən mayeyə keçir. Təbii ki, doğru cavabı X götürəcəydiniz. Yəni, o sözlərə mütləq diqqət edin. Keçək 67-ci suala. 67-ci sualda deməli cavablardan istifadə edərək cavabı tapmaq daha tez. Yəni biz imtahan müddətində çalışırıq ki, sualları daha tez yazaq və daha tez cavabı tapma yollarını öyrənək. 67-ci sualda da cavablardan istifadə edərək tapmağınız, yəni sizin üçün avantajdır. Başlayaq 67-ci suala. Elementlər verib bizə bir dənə X elementi verib və bir dənə də Y elementi verib və bizə şərtləri qoyub. Deməli, X elementi elə bir elementdir ki, bunun allotropik şəkil dəyişmələrin olması, baxın, buna müsbət verib, buna mənfi verib. Yəni, X elə bir elementdir ki, onun allotropik şəkil dəyişməsi var, amma Y elə bir elementdir ki, onun allotropik şəkil dəyişməsi yoxdur. İndi gəlin, baxaq cavablara. Məsələn, başlayaq A variantına. A variantında X nə olmalıdır? X-da, yəni bu verilən 3 elementin hər birinin allotropik şəkil dəyişməsi olmalıdır. Çünki qabağına plus qoyulub. Baxıram ki, azot. Azotun allotropik şəkil dəyişməsi varmı? Yox. Avtomatik A variantını atıram. Eyni zamanda xlorda da yoxdur. Baxıram B variantına. Alüminiumun allotropik şəkil dəyişməsi varmı? Yox. Baxın, heç Y-lərə baxmadan belə mən A ilə B-ni ata bilirəm. Sonra baxıram C variantına. Kükürt var indimi allotropik şəkil dəyişməsi? Bəli. Kristallik və plastik. Fosfor, bəli, ağ, qırmızı, qara fosfor, oksigəndə də oksigen və azon. Deməli, bunun X tərəfi düzdür. Bəs baxaq görək, Y tərəfi də düzdürmü? Y tərəfində də bizə deyir ki, allotropik şəkil dəyişməsi olmasın. Alüminium, azot, xrom. Heç birinin allotropik şəkil dəyişməsi yoxdur. Deməli, bu da doğrudur. Cavabımız C variantı. Amma təbii ki, D ilə yenidən mütləq yoxlayın. Burada da yenə X-a baxaraq elə tapa biləcəyik. X-da baxsaq, yəni hər üçünün, bu üçünün də allotropik şəkil dəyişməsi normalda olmalıdır. Çünki qabağında müsbət qoyulub. Amma baxıram ki, hər ikisində xrom var və xromun da allotropik şəkil dəyişməsi yoxdur. Eyni zamanda burada alüminium, azot bunların da heç birinin allotropik şəkil dəyişməsi olmayacaq. Deməli, doğru variant C variantı. 68 də bu sualın oxşarıdır. Bu dəfə tərsinədir. Baxın, fikir verin. Burada 67-də X-da var idi. Yəni, X hansı element olmalıdırsa, onun mütləq allotropik şəkil dəyişməsi olmalıydı. Amma Y-də olmamalıydı. Burada isə tam tərsinə X elə bir elementdir ki, onun allotropik şəkil dəyişməsi yoxdur. Y elə bir elementdir ki, onun allotropik şəkil dəyişməsi var. Buna mütləq diqqət eləyək.
Baxaq indi sualımıza. X və Y hansı elementlər ola bilər? Yenə birinci mən X-dən başlamaq istəyirəm. Allotropik şəkil dəyişməsi olmasın. Yəni allotropik şəkil dəyişməsi olmayan elementləri seçirik. Baxıram. Oksigenim var, amma mənə deyir ki, olmasın. Atdım. Fosforum var, mənə deyir olmasın, atıram. Fosforum var, atıram. Baxıram ki, azot, xlor, maqnezium heç birinin yoxdur. Bu tərəf doğrudur. Eyni zamanda Y-yə də baxmaq istəyirəm. Alüminium, kükürt, xrom. Kükürdün allotropik şəkil dəyişməsi var. Kristallik və plastik. Amma olmamalıdır şərtimizə görə. Baxın, mənfi yazılıb. Ona görə Y-ni də atıram. Amma D-ni də təbii ki, bu biri tərəfdə gəlin yoxlayaq ki, doğrudurmu, yoxsa yox. Bəlkə səhv tapmışıq. Y də bizə deyir ki, allotropik şəkil dəyişməsi olsun. Yəni müsbət verilib. Oksigenim var. Oksigen və ozon. Fosforum var. Ağ, qırmızı, qara fosfor. Karbonda da var idi. Almaz, qrafit, fülleren, karbin. Deməli, doğru variant olacaq D variantı. Baxaq 69-cu suallar. Deməli, bizə müxtəlif keçidlər verib. Məsələn, buzdan suya, sudan hidrogenə, hidrogendən suya və sudan su buxarına deyir, hansı mərhələlərdə fiziki hadisə baş verir. Deməli, uşaqlar, bilməyənlər üçün qeyd edirəm. Hadisə ümumiyyətlə 2 hissəyə bölünür. Hadisələr 2 hissəyə bölünürdü. Biri var idi fiziki hadisələr, biri də var idi kimyəvi hadisələr. Fiziki hadisə nə idi, kimyəvi hadisə nə idi? Bunu qeyd eləmək istəyirəm. Fiziki hadisə biz o hadisəyə deyirdik ki, fiziki hadisə zamanı bir maddə başqa maddəyə çevrilmir və maddənin tərkibi dəyişmirdi. Məsələn, nümunə göstərək. Məsələn, buz keçir suya. Nə baş verir? Buz əvvəl bərk halda idi, sonra isə keçdi suya, yəni maye hala. Amma bu yenə də nədir? Buz olsa da bu sudur, su olsa da bu sudur. Yəni başqa bir maddəyə keçmir. Amma yəni bu təbii ki bir nümunə idi fiziki hadisəyə. Amma kimyəvi hadisə nədir? Kimyəvi hadisə o idi ki, kimyəvi hadisə zamanı bir maddədən başqa maddə əmələ gəlir və tərkib dəyişir. Məsələn, dəmirin paslanması və yaxud da yanma hadisəsi, qıcqırma hadisəsi, bunlar hamısı fiziki hadisələrə nümunə, daha doğrusu üzr istəyirəm, kimyəvi hadisələrə nümunə göstərilir. Məsələn, süddən qatığın əmələ gəlməsi. Süd qatığa keçəndə nə baş verir? Süd qatığa keçəndə, baxın, əvvəl bu nə idi? Süd idi, sonra isə qatıq oldu. Yəni başqa-başqa maddələrdir və bu zaman dad dəyişir. Südün dadı tamam başqadır, qatığın dadı isə tamam başqadır. Amma fiziki hadisədə bu yenə sudur, bu da sudur. Yəni buzu da dadı eynidir, suyun da dadı eynidir. Yəni hər ikisi sudur. Amma burada biri süddür, biri qatıqdır. Yəni bunun tərkibi dəyişdi. Kimyəvi reaksiyalara, hadisələrə məsələn yanmadır, qıcqırmadır, paslanmadır. Yəni nə isə bir şey dəyişsin, tərkibində bir şey dəyişsin və yaxud istiliyi ayrılsın, udulsun. Bu cür proseslərə kimyəvi hadisələr deyəcəyik. Bizdə isə şərtdə fiziki hadisə baş verir soruşur. Yəni tərkib dəyişməsin. Baxaq. Məsələn, birinci bizə verib buz su. Baxın, elə mənim yazdığım nümunə. Buzdan suya keçid. Hər ikisinin nədir? Sudur. Sadəcə aqreqat hal dəyişib. Əvvəl bərk idi, sonra maye olub. Deməli, birincidə bəli baş verir. Mən bunu silim. Ya da elə burada qeyd eləyək. Birincidə baş verib. Ona görə bir doğrudur. 2-yə baxaq. Sudan hidrogenə keçir. Bu təbii ki, kimyəvi proses olacaq. Çünki sudan hidrogenə keçmək üçün nə lazımdır? Baxın, gəlin bir dənə ona baxaq. Məsələn, su hidrogenə keçməsi üçün nə baş verməlidir? Gərək biz buradakı suyu parçalayaq. Bu nədir? Sudur. Keçdi nəyə? Hidrogenə. Baxın, sudan, yəni suyun hidrogenə keçməsi bu cür baş verir. Kimyəvi proses, bayaq mən sizə nə dedim? İstiliyin udulması və ya ayrılması, parçalanma, birləşmə reaksiyaları, yəni bunlar hamısı kimyəvi hadisələr adlanacaq. Təbii ki, onda 2 yanlışdır, çünki su hidrogenə keçdi kimyəvi hadisə vasitəsilə, kimyəvi hadisə deyildi buna. Üçüncüdə hidrogen suya keçdi, bu da bunun tam əksi olacaq. Onu da yazaq, gəlin. 2 mol hidrogenin üzərinə biz oksigen gəlsək, alarıq 2 mol su. Yəni, hidrogendən suya keçid. Bu da nədir? Reaksiyadır bir reaksiyadır. Ona görə bu da olacaq. Kimyəvi hadisə, təbii ki, bu da yanlışdır. Amma baxın, 4-ə fikir verin. Su və su buxarı. 4-də nə baş verir? 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 Su buxarı. 4-də nə ba
Əvvəl nə idi? Su vəziyyətində idi. Baxın, əvvəl su vəziyyətində idi. Sonra isə keçdi su buxarına. Yenə də bu nədir? Sudur. Düzdür, aqreqat halı dəyişdi. Su maye idi. Sonra isə qaz oldu. Düzdür, aqreqat halı dəyişdi. Amma yenə də bu nədir? Sudur. Yəni su olsa da bu sudur. Buxar halına keçib, qaz halına keçsə də bu sudur. Yəni hər ikisi sudur. Deməli, fiziki hadisə baş verir. 4 də doğrudur. Doğru cavab olacaq A variantı. 70-ə baxıram. Deyir, adi şəraitdə qeyd edeyim ki, fiziki və kimyəvi hadisələrə aid bölmə var. Onu da inşallah sizlərlə işləyəcək. 70-ci sualda deyir, adi şəraitdə uçucu olmayan birləşmələri göstərin. Uçucu olmayan nə deməkdir? Ümumiyyətlə bir şey yadınızda saxlayın. Mendeleyevin dövrü cədvəlində birinci, ikinci və üçüncü qrup elementləri qeyri-uçucudur. Qeyri-uçucudur. Digər qrup elementləri isə uçucudur. Bunu yadda saxlayaq. Birinci, ikinci, üçüncü qrupun qeyri-uçucu olmağının səbəbi isə nədir? Çünki birinci, ikinci, üçüncü qruplar əsasən metallardan ibarətdir və metallarda qeyri-uçucu, yəni ona möhkəmlik verir, qeyri-uçucudurlar. Ona görə birinci, ikinci, üçüncü qrup elementləri, təbii ki, içərisində var, məsələn, birinci qrupda hidrogen, 2-də yoxdur qeyri-metalımız, amma 3-də bor var. Yəni 1-də hidrogen və 3-də bor var, amma əksəriyyəti onlardan başqa qalanları təbii ki, əsas elementlərdən söhbət gedir. Metal olduğuna görə qeyri-uçucu sayılırlar, digərləri isə uçucu birləşmələrdir. Bizə burada deyir ki, adi şəraitdə uçucu olmayan birləşmələri göstərin. Baxıram ki, birincidə natrium hidrid. Natrium nədir? Metaldır və birinci qrupda yerləşir. Metal, yəni bu cür düşünün. Məsələn, yerdə bir qeyri-metal var. Deyək ki, çöldə küləkdir və yerdə bir plasmas var. Məsələn, bir butulka var. O zaman nə baş verir? Butulka uçur. Amma yerdə bir dəmir olsa, təbii ki, küləyin dəmiri uçurtmağı, yəni daha çətin olacaq. Onu o cürdə, yəni yadınızda saxlaya bilərsiniz. Burada da natrium metal olduğuna görə bu uçucu olmayandır. Bizdən də uçucu olmayanı soruşur. Bu doğrudur. İkincidə silisyum O2. Silisyum O2 nədir? Bilməyənlər üçün qeyd edirəm. Silisyum O2 qumdur. Təbii ki, bu da uçucu olmayacaq, doğrudur. Yəni uçucu olmayanları soruşur. CO2 bilirik ki, qaz halındadır. Bu uçucu olacaq, bunu da çıxırıq. H-xlor da qaz halındadır. Bunu da çıxırıq. Doğru variant olacaq 1, 2, A variantı. Yəni birinci, ikinci maddəmiz natrium hidridlə qum bərk haldadır deyə uçucu deyil. Üçüncü, dördüncü maddələrimiz isə qaz halında olduğuna görə uçucu maddələrdir. Keçək 71-ci suala. Aha, bizə deyir ki, X maddəsi maye halındadır, Y maddəsi isə bərk haldadır. Bunların bir-birini ilə əmələ gətirdiyi qarışığın növü isə müxtəlif cinslidir. Bayaq sizə nümunələrdə yazdım ki, müxtəlif cinsli qarışıq iki cür olur. Bir olur maye plus maye, bir olur bərk plus maye. Burada isə bizə deyir ki, maye plus maye deyil. Biri mayedir, biri bərkdir. Məsələn, nə nümunə göstərdim sizə bayaq? Maye plus bərkə. Dedim ki, məsələn, su və qum. Necədir? Müxtəlif cinslidir və bunu süzmə yolu ilə ayırırıq. Bizə deyir ki, X və Y maddələrdən ibarət qarışığı hansı üsulla ayırırlar? Təbii ki, siz istədiyiniz mayəni və istədiyiniz bərki götürə bilərsiniz. Təbii ki, bir şey unutmuruq ki, müxtəlif cinsli alınmalıdır. Məsələn, bərk siz duz götürə bilməzsiniz. Çünki duzla su nə əmələ gətirəcək? Eyni cinsli qarışıq həll olacaq. Bizdən isə müxtəlif cinslini soruşur. Ona görə su ilə qumu götürürəm məsələn. Necə ayrılacaq? Təbii ki, süzmə yolu ilə ayrılacaq. 72-də baxın, maye və bərk soruşur, amma bu dəfə eyni cinsli deyir. Eyni cinsli, yəni bayaq da dedim, su ilə duz, su ilə şəkər, bunların hamısını nümunə göstərə bilərik. Məsələn, olacaq su ilə duz. Təbii ki, bunu necə ayıracağıq? Buxarlandırmaqla ayrılacağıq. Deməli, doğru variant olacaq B variantı. 73-cü suala baxıram. Hansı ifadələr atom anlayışına aiddir? Atom maddənin kimyəvi yolla bölünməyən ən kiçik hissəcidir. Bəli, doğrudur. Yəni bu hər zaman qayda kitablarında da qarşınızda çıxa bilər ki, atom kimyəvi yolla bölünməyən ən kiçik hissəcidir. Bu doğru cavabdır. Keçək ikinciyə. İkincidə yazılıb ki, atom maddənin tərkibini və xassələrini özündə saxlayan ən kiçik hissəcidir. Bu yanlış fikirdir. Çünki atom maddənin yox, atom elementin tərkibini və kimyəvi xassələrini özündə saxlayan ən kiçik hissəcidir. Ona görə bu, əskiliyi var. Həm də burada maddə sözü yox, element sözü olmalı idi. 2 yanlışdır.
Üçüncüyə baxıram. Atom müsbət yüklü nüvədən və mənfi yüklü elektronlardan ibarət elektroneytral hissəci idi. Təbii ki, bu da doğru variantdır. Hətta deməli doğru variant oldu 1-3 C variantı. Hətta atomun quruluşu bir nüvə olur. Gələn dərslərimizdə daha ətraflı izah eləyəcəm dövrü qanun dövrü sistemi dərsində. Bunun içərisində müsbət yüklü protonlar olur. Müsbət yüklü protonlar. Bir dəqiqə. Və yüksüz olan neytronlar olur və bunun ətrafında mənfi yüklü elektronlar olur. Mənfi yüklü elektronlardan ibarət olur. İndi mən şəkli biraz yaxşı çəkə bilmədim. Amma yəni qayda kitablarında da bu şəkli görə bilərsiniz. Nüvəsindən ibarət olur, müsbət yüklü nüvədən. Niyə müsbət yüklü? Çünki tərkibində müsbət yüklü protonlar və yüksüz neytronlar var. Ətrafında isə dövr edən mənfi yüklü elektronlardan ibarət elektroneytral hissəcidir. Baxaq 74-cü suala. Hansı ifadələr bütün molekul anlayışına aiddir deyir. Molekul maddənin kimyəvi yolla bölünməyən ən kiçik hissəcidir. Bu yanlışdır. Çünki burada molekul yox. Nə sözü olmalıydı? Atom. Bayaqki sualda yadınızdadırsa atom dedik ki, maddənin kimyəvi yolla bölünməyən ən kiçik hissəcidir. Ona görə bu olacaq yanlış cavab. 2. Molekul maddənin tərkibini və xassələrini özündə saxlayan ən kiçik hissəcidir. Bəli, bu doğrudur. Baxın, bayaqki sualda sizə göstərim. Bayaqki sualın ikincisində yazılmışdı ki, İkincisində yazılmışdı ki, atom maddənin tərkibini və xassələrini özündə saxlayan ən kiçik hissəcidir. Buna yanlış dedik. Çünki burada atom sözü yox, molekul sözü olmalıydı. Və yaxud da maddə sözü elementə keçməli idi və burada kimyəvi xassələr sözünü əlavə etməli idik. Burada molekul maddənin tərkibini və xassələrini özündə saxlayan ən kiçik hissəcidir. Bəli, doğrudur. Üçüncüyə baxıram. Molekul müsbət yüklü nüvədən və mənfi yüklü elektrondan ibarət elektroneytral hissəcidir. Xeyr, dedik ki, bu atom idi. Ona görə bu da yanlışdır. Doğru cavab yalnız 2 A variantı. Baxaq 75-ə. 75 bayaq yazdığımız suala oxşuyur. Tam xatırlamıram neçə nömrəli sual idi, amma orada da bizə deməli dərəcələr vermişdi və demişdi ki, hansında aqreqat halı dəyişmir. Bu da o tipli bir sualdır, tam eyni olmasa da. Baxaq. X-dən başlayıram yenə. X, Y, Z hər üçü üçün interval çəkəcəm. Başlayaq. Birinci X üçün gördüyünüz kimi burada ərimə temperaturunu 0 verib, qaynama temperaturunu da 100 verib. Təbii ki, bu hansı maddədir? Sudur. Təbii ki, bunu bilməyimiz vacib deyil. 0 dərəcədə başqa rəyinə bunu gəlin qeyd edək. Aha. 0 dərəcədə əriyir. Yəni 0 dərəcədən sonra bu əriyir, olur maye. Əvvəldə nə haldaydı? Bərk haldaydı. 0 dərəcədən sonra deyir bizə 100 dərəcədə bunun nə idi? Qaynama temperaturudur. Yəni 100 dərəcədən sonra fikir verin. Yəni düşünün. 100 dərəcədən sonra qaynayırsa nə hala keçir? Buxar halına keçir, yəni qaz halına keçir. Bizə demişdi ki, deməli müsbət 20 deyirsə hələlik gözləyək. Y-ə baxaq. Y-də ərimə temperaturu -60 verib, qaynama temperaturunu isə -10 verib. Qeyd edirəm. -60-da əriyir, keçir mayeyə. -10-da da qaynayır, keçir qaza. Bu hissədə təbii ki, bərk haldadır. Eyni zamanda Z-də baxıram. Müsbət 30-da ərimə temperaturunu verib, müsbət 140-da qaynamanı verib. Yəni müsbət 30-dan sonra mayeyə keçir. Müsbət 140-dan sonra isə qaynayır və qaz halına keçir. Əvvəldə təbii ki, bərk halda olub. İndi şərtə diqqət yetirirəm. Mənə deyir ki, müsbət 20 dərəcə temperaturda bunların hər üçü üçün, həm X üçün, həm Y üçün, həm də Z üçün maddələrin aqreqat halını müəyyən edin. Baxaq görək, bunlar müsbət 20 dərəcədə hansı vəziyyətdə olublar? Müsbət 20 hara düşəcək? Məsələn, X-da 0 dərəcə ilə 100 dərəcənin arasına düşəcək. Məsələn, bura. Deməli, nə halda olub? Maye.
Y-ə baxıram. Y-də gördüyümüz kimi burada -60 verib. Burada isə -10 verib. Demək ki, bura qədər hələ mənfilərdir. Müsbət 20 mənfidən sonra bir yerdə gələcək. Olacaq məsələn bura müsbət 20 dərəcə. Nə halındadır? Qaz halındadır. Z-ə baxıram. Müsbət 20 hara düşəcək? Müsbət 20 təbii ki, müsbət 30-dan daha əvvələ düşəcək. Yəni sol tərəfə gedəcək. Burada olacaq müsbət 20. Müsbət 20-də Z hansı halda oldu? Bərk halda oldu. Deməli, X oldu maye. Baxıram, X maye. Y qaz halında. Bu deyil. Aha, X maye, Y qaz, Z-də bərk halda. Doğru variant olacaq D variantı. 76-cı sualda bunun oxşarıdır. Baxaq 76-ya. Yenə hər üçü üçün interval çəkirəm. X, Y və Z elementləri. Baxaq. Müsbət, deməli, X üçün birinci 0 verib, müsbət 100 verib. Elə bayaqkinin X ilə eynidir, bəli. 0 verib və bir də 100 verib. 0 dərəcədə deməli ərimə temperaturdur, yəni bundan sonra keçir mayeyə. 100 dərəcədə isə qaynayır, keçir qaza. Təbii ki, bundan əvvəl isə bərk halda olub. Y-ə baxıram, -60-da əriyir, -10-da qaynayır. Qeyd edirəm, -60-da əriyirsə, keçir sonradan mayeyə. -10-da qaynayırsa, keçir qaza. Əvvəldə təbii ki, bərk haldadır. Baxaq Z-ə. Z-də müsbət 20-ni ərimə verib, müsbət 140-ı qaynama verib. Müsbət 20-də əriyir, keçir mayeyə. Müsbət 140-da da qaynayır və keçir qaz halına. Ən başda da təbii ki, bərk halda olub. İndi bizə verilən dərəcəyə baxaq. Burada verib müsbət 10 dərəcə. Müsbət 10 dərəcədə X, Y və Z maddələrinin aqreqat halını müəyyən edin deyir. Başlayıram X-dan. Müsbət 20. Müsbət 10, üzr istəyirəm. Müsbət 10-da hara düşür? 0 dərəcədən böyükdür müsbət 10, 100 dərəcəsində kiçikdir. Yəni, bura bir yerə düşür. Nə halda olacaq? Maye. İkincidə müsbət 10, baxın bu -60, -10, bunlar nə haldadır? Mənfidir. Müsbət 10 isə bunlardan sonra bir yerə düşür, olur qaz halında. Üçüncüdə müsbət 10, baxaq, müsbət 20-dən təbii ki, daha əvvələ düşəcək, bura düşəcək müsbət 10 və olacaq bərk halında. Deməli, maye, qaz və bərk. Doğru cavab olacaq B variantı. Davam eləyək 77-ci sualla. Aha, 77-ci sualla gəlin baxaq. 77-ci sualda bizə deyilir ki, eyni maddənin aqreqat halları X, Y və Z ilə işarə olunur. Deməli, biri X, Y və Z. Amma, məsələn, bayaqki maddələr kimi bunlar başqa maddələr deyil. Yəni, X bir başqa bir maddə, Y başqa bir maddə, Z başqa bir maddə deyil. Yəni, X, Y, Z də bunların hamısı bir maddədir. Sadəcə olaraq başqa-başqa aqreqat hallarındadır. Məsələn, deyirəm, X qazdır, Y bərkdir, Z mayedir və yaxud Y qazdır, X bərkdir, Z mayedir. Məsələn, yəni. Yəni, tutaq ki, məsələn, X-də, Y-də, Z-də sudur. Amma X, məsələn, buzdur, Y mayedir, Z isə qaz halında buxardır. Yəni, bunlar üçü də eyni maddədir. Bizə də verilib ki, eyni maddənin aqreqat halları X, Y və Z ilə işarə edilmişdir. Y-i X-ə çevirmək üçün qızdırmaq lazımdır. Aha, baxın, tez-tez oxuyub getməyə ehtiyac yoxdur. Yavaş-yavaş oxuyuruq və başa düşürük. Y-i X-ə çevirmək üçün qızdırmaq lazımdır. Bu cür məsələlərdə suyu önəmli götürə bilərsiniz. Yəni, suyu nümunə olaraq götürə bilərsiniz. Y-dən X-ə keçir və keçdiyi zaman bunu qızdırmaq lazımdır. Nəyi qızdırmaq lazımdır sizcə? Təbii ki, bərki qızdırdığınız zaman bu mayeyə keçə bilər. Yəni, maddə bərk halındadırsa qızdırsan, nə halına keçər? Maye halına keçər. Deməli, əgər Y-i X-ə çevirmək üçün qızdırmaq lazımdırsa, X bərk halında olub ki, onu qızdırırıq və maye halına keçir. Deməli, Y olacaq bərk halda, bərk halımız olacaq, deməli, bunları atıram, Y. Maye halımızda olacaq X. Təbii ki, cavab avtomatik olaraq A çıxır, amma mən ardında oxumaq istəyirəm sualın. Z-in malyar həcmi ən böyükdür. Bu sözə diqqət edin. Malyar həcmi ən böyük olan maddələr qaz halındadır. Qazlardır. Bunu qeyd edə bilərsiniz bir yerə. Bizə əgər testdə malyar həcmi ən böyükdür soruşursa, bu olacaq qazlar. Deməli, qaz halında da təbii ki, Z olacaq. Doğru variant A variantı. Keçək 78-ci suala.
Aha, 78-ci sualda bayaqki suala bənzəyir. 78-ci sualda deyilir ki, eyni maddənin aqreqat halları yenə x, y və z hallarındadır. X halındadır, y və z. Və z-i y-ə çevirmək üçün soyutmaq lazımdır. Z-i y-ə çevirmək üçün, yəni z-in y-ə çevrilməsi üçün onu soyutmaq lazımdır. Bu nə anlama gəlir? Demək ki, z maye halında olub. Y-də bərk halındadır ki, mən z-i, yəni mayeni soyuduram, məsələn qoyuram soyuducuya, o soyuyur və nə hala çevrilir? Bərk. Məsələn, maye su imiş və suyu qoyuram dondurucuya, keçir bərk hala. Yəni buz halına. Deməli, z olacaq maye, y olacaq bərk. Cavablara baxaq. Z maye, y bərk. Təbii ki, olacaq C variantı. Bayaq da sizə dedim ki, x-in molyar həcmi ən böyükdür deyirsə, deməli, x qaz halındadır. Deməli, doğru variant C variantı. 79 da bu sualın oxşardır. Eyni maddənin aqreqat halları x, y və z ilə işarə edilmişdir. X-i y-ə çevirmək üçün qızdırmaq lazımdır. Aha, deməli, burada bizə deyilir ki, x-in y-ə çevrilməsi üçün, yəni x y keçirmək üçün qızdırmaq lazımdır. Deməli, x bərk halda olub ki, mən bərkə qızdırmışam, keçib maye halına. Məsələn, buzu qoymuşam otaq temperaturunda, əriyib keçib suya, maye halına. Deməli, x olacaq bərk halda, y olacaq maye halda, z-in molyar həcmi ən böyükdür, dedik ki, qazlarda. Deməli, doğru cavab olacaq C variantı. 80-ci suala baxaq. A maddəsinin su ilə qarışığını distillə etməklə, B maddəsinin su ilə qarışığını isə süzməklə ayrılırlar. A və B maddələri üçün uyğun olanları seçin. Aha, deməli, A maddəsi elə bir maddədir ki, bizə şərti başa düşmək lazımdır. Mənə deyir ki, A maddəsinin su ilə qarışığını distillə etməklə. Yəni, A maddəsi elə bir maddədir ki, onu su ilə qarışdırdığımız zaman bunu distillə ilə ayırarıq. Təbii ki, nəyə ayırarıq? Etil spirtini ayırarıq. Bu olacaq A. Və sirkə turşusunu ayırarıq. Bu da olacaq A. B-yə baxıram. B maddəsinin su ilə qarışığını, deməli, B-ni də su ilə qarışdırmışam və B maddəsinin su ilə qarışığını isə süzməklə ayırırlar. Bu nə ola bilər? Məsələn, qum ola bilər, təbaşir ola bilər. Düzdür? Bunlar da gedəcək B-yə. Qumla təbaşiri süzmə kağızında, məsələn, süzsəm qumlu suyu və yaxud da təbaşirli suyu, qumla təbaşir süzmə kağızının üzərində qalar və saf su damlayaraq axar. Deməli, A-ya gedəcək 1, 4, B-yə gedəcək 2, 3. Doğru cavab Y variantı. Davam eləyək 81. Aha, 81 X deyir cisimdir, Y deyir maddədir. Təbii ki, baxıram hansı cisimdir, hansı maddədir. Təbii ki, burada A variantında verilib su, su cisim deyil. C variantında oksigen cisim deyil. Axı, bizə X-i cisim verib. X-lar yəni cisim olmalıdır. Stəkan cisimdir, bəli, amma Y bizə verilib maddə olmalıdır. Masa cisimdir, maddə deyil. Halbuki maddə olmalıdır Y. Bitki yağı da təbii ki, cisim deyil. Bunu da atırıq. B variantında isə masa cisimdir, oksigen isə maddədir. Tamamilə doğrudur. Doğru variant B variantı. Baxaq 82-ci suala. Bu da eynisidir. X cisimdir, Y maddədir. X alüminiumdur. A variantında cisim deyil. C variantında hidrogen maddədir, cisim deyil. D variantında qranit parçası və masa bilirik ki, cisimdir, maddə deyil, amma Y maddə olmalıdır. Y variantında da su cisim deyil, maddədir. Amma B variantına fikir versəz, parta cisimdir, su da maddədir. Doğru variant olacaq B variantı. Davam eləyək 83-cü sualdan. Aha, artıq bunu dəfələrlə bu suallardan demişik ki, müxtəlif cinsli, yəni heterogen qarışıq. Yəni, baxdığımız zaman tam bir məhlul halında görürdüksə, bu eyni cinsli idi. Yox, əgər tərkibində başqa maddələrdə görürdüksə, bu müxtəlif cinsli idi. Məsələn, çay qumu ilə su tərkibində qumu görürük. Deməli, bu doğrudur. Benzinlə su tərkibində benzini görürük. Doğrudur. Şəkərlə su, xörək duzu ilə su isə bunlar hər ikisi suda həll olur. Yəni, eyni cinsli qarışıqlardır. Doğru cavab olacaq 2, 4, yəni Y variantı. Davam edirik 84-lə. Aha, baxaq 84-də eyni cinsli qarışıqlar göstərin. Bayaqki sualda dedim ki, şəkərlə su, xörək duzu ilə su, hər ikisi də suda həll olduğuna görə eyni cinslidir. Yağla su durultma ilə ayrılır, müxtəlif cinsli qarışıqlıdır.
Çay qumu ilə su isə süzmə ilə ayrılır, yəni müxtəlif cinslidir. Bunu da atıram. Doğru cavab olacaq 1-3 A variantı. Aha, baxaq 85-ci suala. Ayrıcı qıfın köməyi ilə ayrılması şəkildə kimi olarsa, X və Y maddələrini müəyyən edin. Deməli, ayrıcı qıfla biz nəyə ayırırdıq? Müxtəlif cinsliləri və eyni zamanda maye plus mayələri. Məsələn, bitki yağı su. Yağla suyu qarışdırsaq, su nə baş verər? Su durular, tökülər, yağ isə daha səthdə qalar. Yəni, məsələn, burada bunu su ilə yağ olaraq qəbul eləsək, buradan damlayıb tökülən nə olacaq? X. Təbii ki, su olacaq, Y isə yağ olacaq. Yəni, bunu durultduğumuz zaman, bu ayrıcı qıfdan istifadə etdiyimiz zaman, təbii ki, suyun sıxlığı daha çox olduğuna görə su damlayaraq töküləcək, təmiz halda, saf halda töküləcək, yuxarıda isə yağ qalacaq. Deməli, burada müəyyən edirik ki, X su imiş, Y də yağ imiş, doğru cavab olacaq D variantı. Y variantında gördüyünüz kimi X-i yağ verib, amma X yağ ola bilməz. X durulub tökülən, yenə təmiz olandır, sudur. İstəyirsə digər variantlarda baxaq. Məsələn, şəkər, duz. Şəkərlə duz təbii ki, eyni cinslidir. Heç vaxt ayrıcı qıfla ayrılmaz. Kristallaşdırma və ya buxarlandırmaqla ayırar. Yanlışdır. Benzinlə su. Bəli, benzinlə su da müxtəlif cinslidir. Ayrıcı qıf vasitəsilə ayrıla bilər. Amma burada yanlış olan bir şey var. O zaman, baxın, X əgər su olsaydı, Y benzin olsaydı, o zaman doğru olardı. Çünki biz X-i nə tapmışıq? Su tapmışıq. Amma X burada benzin verildiyinə görə bu da yanlışdır. A variantında X sudur, düzdür, amma Y duz ola bilməz. Çünki duz suyun tərkibində həll olur, eyni cinsli qarışıqdır və buxarlandırma vasitəsilə ayrılır. Heç vaxt ayrıcı qıf vasitəsilə ayrıla bilməz. Doğru cavab olacaq D variantı. Baxaq 86-cı suala. Bu da eyni sualdır. Ayrıcı qıfdan söhbət gedir. Təbii ki, bu yenə X su olacaq. Y isə yağ və yaxud da başqa maddə. Məsələn, mən yağ yazıram. Məsələn, benzin ola bilər, neft ola bilər. Yetər ki, maye plus maye olsun və müxtəlif cinsli olsun. Yəni, bir-birində həll olmasın. Baxıram, A variantında şəkər, su eyni cinslidir, avtomatik atıram. B variantında bəli, benzinlə su ola bilər, amma benzin yox, X nə tapmışıq? Su tapmışıq, ona görə B yanlışdır. C variantında bəli, C variantı doğrudur. X sudur, Y-də yağ, benzin, neft, yəni bu cür maddələr ola bilər. D və Y hər ikisi eyni cinslidir. Təbii ki, bu variantları da atırıq. Baxıram 87-yə. Su ilə gildən ibarət qarışıqdan gili hansı üsulla ayırmaq olar? Təsəvvür edin ki, su və bunun tərkibinə gil qarışdırmışsınız. Bunu necə ayıra bilərsiniz? Təbii ki, süzmə vasitəsilə ayıracağıq. Süzmə kağızından istifadə edəcəyik və gil süzmə kağızının üzərində qalacaq. Su isə durularaq töküləcək. Doğru cavab olacaq A. Xromatoqrafiya nə idi? Adsorpsiyaya əsaslanırdı, yəni bərk cisimlərin özünə maye və ya qazları birləşdirməsi idi. Kristallaşdırma, məsələn, şəkərlə su, bunu kristallaşdırmaqla ayırırdıq. Maqnitli təsir etməklə dəmiri, nikeli özünə çəkirdi. Distillə vasitəsilə isə, məsələn, etil spirti su, yəni iki bir-birində həll olan mayəni, eyni cinsli maddəni bir-birindən ayırmaq üçün istifadə edirdik. 88 də eynisidir, su ilə qum deyir. Bu dəfə təbii ki, bunda süzmə ilə ayıracağıq. Yəni, təbii, bunun ən yaxşı yolu ümumiyyətlə təsəvvürünüzə gətirməkdir ki, su var əlinizdə və qumu onun içərisinə qarışdırmışsınız. Süzdüyünüz zaman qum süzmə kağızının üzərində qalır, su isə durularaq tökülür. Baxaq 89-a. Buxarlandırma üsulu ilə ayrılması şəkildəki kimi olarsa, X və Y maddələrini müəyyən edin. Aha, deməli, burada bir qarışıqdır, X və Y-dən ibarət. Amma Y, baxın, gördüyünüz kimi oxara gedir, yuxarı gedir. Yəni, Y burada uçur. X ilə Y-dən ibarət bir qarışıqdır, amma Y uçur, yəni yuxarı gedir. Yuxarı gedən nədir? Y-dir. Sizcə, əgər buxarlandırma üsulunda iki maddə qarışıbda, məsələn, bu nə ola bilər? Şəkər su və ya duz su buxarlandırdığımız zaman nə qaz halına keçib uça bilər? Sizcə su uçar, qaz halına keçib, yoxsa duz? Təbii ki, su uçaraq gedir. Onda Y-imiz nə olacaq? Su olacaq. Y olacaq su. Burada qalan X isə duz ola bilər, şəkər ola bilər, yəni bunlardan biri ola bilər. Bizim üçün önəmli olan bunun maye plus bərk olmasıdır
və eyni cinsli olması. Yəni bir-birində həll olan maye və bərkdən söhbət gedir. X-ımız olacaq duz və ya şəkər, Y-ımız isə olacaq su. Baxıram cavablara, doğru variant B. A variantında X su verib, X su deyil, uçan sudur həmişə. Baxın burada da Y verdiyinə görə deməli Y su olacaq. Buna görə bu yanlışdır. C variantına baxıram. X şəkər, bəli X şəkər ola bilər, amma Y təbii ki, xörək duzu ola bilməz. Onda yəni buxarlandırma ilə bunu heç vaxt ayıra bilmərik. D variantına baxıram. X su deyil, X şəkər və ya duzdur. Y variantı da eyni. Doğru variant B variantı. Keçək 90-a. 90-cı sual da bayaqki suala oxşayır. Buxarlandırma üsulu ilə ayrılması şəkildəki kimi olarsa, X və Y maddələrini müəyyən edin. Yenə burada uçur. Nə uçur? Y deməli bu sudur. Bu isə yenə maye plus bərkdir və bir-birində həll olan bir şey ola bilər. Yəni X burada bir dəqiqə. X burada ya şəkər, duz, yəni bu cür şeylər ola bilər. Baxıram, Y su olsun, digəri isə məsələn xörək duzu, bəli, Y variantı ola bilər. Digər variantların da üstündən keçək. Məsələn, baxın, A-da, B-də və D-də hamısında X su verib, amma X yox, Y sudur. Ona görə avtomatik A, B, D-ni atıram. C-də isə şəkər və xörək duzudur ki, bunu da heç vaxt buxarlandırma ilə ayıra bilmərik. Keçək 91-ci suala, maddələri göstərin. A variantında gördüyümüz kimi kitab, şüşə, stul, bunlar nədir? Cisimdir, maddə deyil. B variantında çəngəl cisimdir. D variantında oduncaq, qayçı, bunlar ikisi də cisimdir. Y variantında bıçaq cisimdir. Amma C variantına baxsaq, sulfat turşusu, kalsium oksid, natrium hidroksid. Bunları yəqin ki, siz formulların o dərəcədə bilmirsiniz. Yəni, qeyd edirəm burada bilməyənlər üçün. Belə də ki, onsuz da gələcəkdə keçəcəyik. Sulfat turşusu, deməli, burada qeyd edirəm. H2SO4 şəklində yazılır. Kalsium oksid və natrium hidroksid də bu şəkildə yazılır. İstəyənlər qeyd edə bilər. Davam edirəm 92-ci sualla. Bəsit maddələri göstərin. Demişdik ki, maddələr iki cür olurdu. Bəsit və mürəkkəb. Yəni, mürəkkəbləri variantlardan çıxırıq. A variantına baxıram. Kalsium oksidi, baxın, burada qeyd elədim. Mürəkkəbdir. Tərkibində həm kalsium var, həm oksidi var. Ona görə bunu atıram, çünki şərtdə bizdən bəsit soruşur. B variantında su var. H2O. Tərkibində həm hidrogen, həm oksigen var. Mürəkkəbdir. C variantında natrium xlorid. Tərkibində həm natrium, həm xlor var. Mürəkkəbdir. D variantında natrium, ozon və kükürt. Hamısı bəsitdir. Bəli, ozon O3 şəklində yazılır. Natrium, kükürt isə S8 şəklində yazılır. Hamısı bəsitdir. Y variantında isə gördüyümüz kimi xlorid turşusu var, H-xlor. Tərkibində həm hidrogen, həm xlor olduğuna görə mürəkkəbdir. Y variantında atıram. Eyni şəraitdə müxtəlif kütləli etil spirti üçün eynidir. Deməli, eyni şəraitdə müxtəlif kütləli etil spirti üçün qaynama temperaturu təbii ki, eynidir. Çünki 78 dərəcədə qaynayır etil spirti. Təbii ki, eyni olacaq. Həcmi fərqli olacaq, çünki bizdə şərtdə verib ki, müxtəlif kütləlidir. Yəni, bizim götürdüyümüz həmin o həcmdən asılı olacaq ki, yəni nə qədərdir, ondan asılı olaraq həcmi dəyişəcək, kütlədən asılı olaraq. Çünki biz bilirdik ki, müxtəlif kütləli rho bərabər idi M-V-yə. Bizə də təbii ki, sıxlığı dəyişməyəcək. Baxın, burada eynidir də sıxlığı götürürük. Çünki sıxlıq heç vaxt dəyişə bilməz. Sıxlıq da sabit olduğu halda M ilə V bir-birindən necə asılıdır? Tərs asılıdır. Yəni, müxtəlif kütləli M çox olsa V az olacaq, V az olsa M çox olacaq. Yəni, bir-birindən tərs asılı olduğuna görə təbii ki, əgər müxtəlif kütləlidirsə, yəni kütlə dəyişirsə, təbii ki, həcm də dəyişəcək. Sıxlıq isə təbii ki, sabit qalacaq. Doğru cavab olacaq 1-3-B variantı. 94-də deyilir ki, eyni şəraitdə müxtəlif kütləli su üçün eynidir. Qaynama temperaturu bilirik ki, su 100 dərəcədə qaynayır, eyni olacaq. Həcmi fərqli olacaq. Dediyim kimi, kütlə ilə həcm tərs asılıdır və bir-birindən asılıdırlar. Yəni, müxtəlif kütləlidirsə, təbii ki, həcm də dəyişəcək, sıxlıq isə sabitdir. 1-3 doğru cavab olacaq Y variantı. Baxaq 95-ci suala. 95-ci sualda deyilir ki, atom kütlə vahidi kimi 16 atomnun kütləsinin 16-da 1 qəbul edilərsə, oksigen atomunun elementlərin nisbi atom kütlələri necə dəyişər? Deməli, əvvəl nə qədər vermişdi? Bizə 16 vermişdi və bizə deyir ki, bunun 16-da 1-i qədər qəbul edilir. Yəni, 16-nı vururam 16-da 1-ə. Cavab nə qalır? 1 qalır.
Yəni dəyişməz. Doğru cavab D variantı. 96-ya baxsam, atom kütlə vahidi kimi azot atomunun kütləsinin 14də 1 qəbul edilərsə, elementlərin nisbi atom kütlələri necə dəyişər? Baxın, burada azotda nə qədər imiş əvvəl? 14 imiş. 14-ün də bizi 14də 1-in verib. Bu da nə qədər eləyəcək? 1 eləyəcək. Yəni dəyişməz Y variantı.